Axı bu mini ətəyin, qısa şortun neyi pisdir ki? Baxın, bu Avropanın uydurduğu bir şeydir. Amma namuslu, qeyrətli insanlara baxın. Gedib Səudiyyə Ərəbistanda bir qadına mini ətək geyindirə bilərsən, yaxud Afrikada, Zahirdə qadınlara qısa don geyindir. Gör necə cərimə edirlər ya da həbs atırlar. Bütün qaradərili müsəlman ölkələrini gez, hər yerdə eynidir. Birincisi mənim yoldaşım var və o ətəyi bura qədər yuxarı gəzsə, sonra nə olacaq? Niyə hamının onun görməsini istəməliyəm ki? Küçədə min cür manyak, yaramaz adam var. Baxıb göz vuracaqlar, şəhvətlə tamah salacaqlar. Mən niyə yoldaşımın belə vəziyyətə düşməsini istəyim? Külək əsəndə alt paltarı görünəcək, arxası açılacaq deyə qadın heç rahat əyilə də bilmir. İnəklər, qatırlar, heyvanlar belə gəzir. İnsan olan kəs arxası çöldə gəzməz, vəhşilər hər tərəfi çöldə gəzirlər. Mənim yoldaşımın bədəni hər yoldan ötənin tamaşa etməsi üçün deyil, anlayırsınız? Küçə ilə gedəndə yoldaşım yarıçılpaq olsa və hansısa vəhşi gəlib onu tutsa, mən onu necə qoruya bilərəm? Günah elə məndə olar ki, onu o vəziyyətdə çölə çıxarmışam. Əgər satılıq bir malım varsa, hamı görsün deyə piştaxtaya qoyaram. Amma yoldaşım axı mənim şəxsim mənə aid olan bir insandır. Niyə hamı ona baxmalıdır? İnsan yoldaşına, sevdiyi adama qarşı necə belə laqeyd olar? Allahın yaratdığı dəyərli olan hər şeyi təbiət özü gizlədir. Almazı elə belə asanlıqla tapa bilmirsən. Gərək torpağı qazıb dərinə gedəsən, sonra da onu təmizləmək üçün əziyyət çəkəsən. Allah dəyərli etdiyi hər şeyi əl çatmaz yaradır. Mirvarı olsun, yaqut olsun, hamısı üçün qazmalısan və çox vaxtda heç nə tapa bilmirsən. Mənim qadınım bəzi almazlardan, neftdən, qızıldan daha vacib deyilmi? Axı mənim oğullarımı, qızlarımı dünyaya gətirən, böyüdən odur. Niyə o sinəsi çöldə bu dəbdəbəli qəribə geyimlərdə tamamilə çılpaq gəzməlidir? Çimərliyə gedəndə elə paltar geyinir ki, gecə yatanda geyindiyi alt paltarından daha çox yeri görünür. Elə çölə buzqaldır və alt paltarı ilə çıxsalar, o Avropa dəbindən daha çox örtülü olanlar. Giləsini çətinliklə örtən balaca bir parça və arxasında bircə dənə iplə çimərlikdə çılpaq gəzirlər. Vəhşidirlər bunlar. Mən necə dözə bilərəm ki, qızım yoldaşım küçədə gəzsin, hər yoldan ötən kişi də onun arxasınca baxıb şəhvətlə pıç-pıç eləsin. Yarıçılpaq gəzməyin nəyi pisdir axı? Çünki sizin Avropalı xislətiniz belədir. Qaradərili insanlar isə əslində təmiz və namusludular. Sadəcə Avropalılar onları yoldan çıxarıb bu hala salıblar. Bir çox qaradərili qəbilələr var ki, geyimləri elə lüt gəzməkdən ibarətdir. Onlar tamamilə çılpaq dolanırlar və bunda da pis bir şey yox. Onlar məsələyə sənin baxdığın kimi baxmırlar. Həm də mən onlar haqqında kifayət qədər məlumata sahib deyiləm. Onlar vəhşi idilər, hələ də bir vaxtlar hamımız vəhşi olmuşuq. Onlar vəhşi idilər və biz onlardan nümunə götürmürük. Sən cəngəlliklərə gedib heyvanı bir həyat tərzi sürməyə başlayanlardan danışırsan. Biz Afrikanın tarixini, onun necə başladığını, hər şeyi çox yaxşı bilirik. Lakin orada mədəni insanlar da var. Biz məhz onlardan nümunə götürürük. Mən istəyərdim ki, 2 nəfər ayağa qalxıb özünü təqdim etsin ki, bizim qadınların necə geyindiyini, mənim yoldaşımın necə geyindiyini sənə göstərir. Yaxşı, bu maraqlı olar. Gəl baxaq, bax bura. Bizim qadınlarımız belə geyinir. Bizim qadınlarımız bax bunlardır. Bu sənə pis görünür. Məyər gözəl deyil? Qaradərili qadın bax belə görünməlidir. Küçədə bax belə gəzməlidir. Amerikada minlərlə, 10 minlərlə belə qadın var. Onlar Allaha, Tanrıya bəndəlik edirlər. Onlar hansısa İngilis geyim dizaynerinə nökərlik etmirlər. Onlar Allaha bəndəlik edirlər və bununla fəxr edirlər. Bunun nəyi pisdir ki? Sən soruşursan ki, mini ətəyin nəyi pisdir? Bəs bunun nəyi pisdir? Pis tərəfi yoxdur. Hansı kişi istəməz ki, qadını qapalı geyinsin? O işə gedəndə arxayın olar ki, yoldaşı hardasa kiməsə işvənaz etmir. Hansısa kişi küçədə onun bədən xəttlərinə görə arxasınca düşmür. Nəyi pisdir bunun? Pis şey yoxdur. Amma hər şey göz önünə qoymağın mütləq bir pis tərəfi var. Mən düşünmürəm ki, bədəni nümayiş etdirməkdə pis bir şey var. Xeyr, qətiyyən. Düşünmürsən? Yox. Çünki sən ağdərilisən. Yox, bura bax, qulaq as. Bunun mənim ağdərili, sənin isə qaradərili olmağımla heç bir əlaqəsi yoxdur. Bu cəfəngiyatdır. Yox, sənin təbiətin salih mənəviyyatı deyil. Bununla nə demək istəyirsən ki? Sən dedin ki, qadının çılpaq gəzməsinə etiraz etmirsən. Sən mənim haqqımda ağlasığmaz fərziyyələr yürüdürsən. Özün mənə deyirsən ki, etiraz etmirəm. Həqiqət budur ki, sən öz qadınının yarı çılpaq gəzməyinə pis baxmırsan. Xeyr, sözsüz ki, pis baxmıram. Bax, elə bu o deməkdir ki, sən mənəviyyatlı deyilsən. İzin ver sənə bir fikir izah edim. Üstəlik sən hələ xristiansan, eləmi? İcazə ver də. Yox, mən xristianlıq belə şeyləri dəstəkləməməlidir. Açığını desəm, mən Allaha inanmayan biriyəm. Mən agnostikam. Hə, indi hər şey aydın oldu. Sən demə Allaha inanmırsan. Çox təəssüf. Əgər Allaha inanmırsansa, onda mənəvi qanunların sənə niyə maraqlı olmadığını indi başa düşürəm.